Salam əziz dostlar, hər kəs Böyük Pullar kanalında salamlayıram. Bu gün mən sizə növbəti Satoshi qazandıran bir saytla tanış edəcəm. Video başlamazdan qabaq onu demək istəyirəm ki, kanala abunə olmağı unutmayaq. Belə əziz dostlar, bu gün sizə 4bc. yəni 4bc.co saytı ilə tanış edəcəm. Burada videoya başlamazdan qabaq mən istəyirəm birinci kəlmə bu kripto siti haqqında danışım. Danışım deyəndə bir neçə cümlə deyib o ilə yekunlaşdıracağım. İnsanlar ümumiyyətlə bilib-bilmədən danışmağı xoşlayırlar. Mən bu videonu çəkəndə burada kripto siti ilə hər 10 dəqiqə 500 satoshi. Bu videoda mən özüm bildirmişəm ki, yəni mən inanmıram ki, bu sayt uzun ömürlü olsun. Yəni nəyisə deyəndə, nəsə kommentariya yazanda əziz dostlar, əvvəlcə qulaq asın diqqətlə dinləyin, anlayın, başa düşün, daha sonra nəyisə yazın. Yəni mən bu videonu çəkəndə dəfələrlə dedim ki, yəni mən inanmıram bu sayt uzun ömürlü olsun. Sadəcə bu saytdan əvvəl pul çıxardanda 5000 yığılanda çıxartmaq olurdu. Daha sonra 10000 yığılanda çıxartmaq oldu və daha sonra 25000 elədilər minimum çıxartmaq üçün. Hal-hazırda bu sayt pulludur. Yəni kim bu saytda qazanmaq istəyirsə, burada tıklayır. Gördüyünüz kimi buy building, yəni yeni bir ev alıb, ya nəsə alıb, burada həmin necə deyirlər, aldığı obyektə görə pul qazana bilər. Yəni sayt bundan sonra pullu işləyir. Mən özüm də burada gördüyünüz kimi 7483 satoshim var, çıxarda bilmirəm. Nəyə görə? Çünki sayt artıq necə deyirlər, pullu eləyib. Mən dünən bura 25000 satoshi göndərdim, 25047 Xapoya göndərmişdim, gəldi çıxdı. Yəni belə əziz dostlar, bu sayt mən burada da demişəm ki, inanmıram sayt uzun ömürlü olsun. Yəni diqqətlə qulaq asın, nəyəsə başa düşün, sonra sual verin ya kommentariya yazın. Belə əziz dostlar, yəqin ki bu arada yekunlaşdıraq artıq. Keçək 4bc.co saytına. Bu saytın qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Bu sayt belə deyim də hər 30 saniyəyə hardasa 300 satoshi verir. Baxın, dünən mən 26 dənə reklama baxmışam. 26 reklama görə mənə 7800 satoshi verib. Yəni burada 78 yazılıb, bunun arxası da var. 7800. Belə əziz dostlar, qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Dediyim kimi, kim istəsə həmin qeydiyyat linkindən daxil olub qeydiyyatdan keçə bilər. Qeydiyyat linkinə daxil olanda belə bir səhifə açılacaq sizdə. Burada sign up var, sign up yəni yazılıb da. Sign up'ı tıklayacaqsınız. Burada düşəcəksiniz. Siz əvvəlcə buram sizə maraqlı deyil. Yəni siz düşürsünüz bu aşağı. Gördüyünüz kimi. Burada e-mail adresinizi yazacaqsınız. Gmail adresinizi də belə deyim, fərqi yoxdur. Məsləhət ki, Gmail adresinizi yazırsınız. Burada təsdiqləyirsiniz, yəni 400-7 neçə eləyir? Təbii ki, 11 eləyir. Daha sonra registrasiya, yəni buranı tıklayacaqsınız, qeydiyyatdan keçəcəksiniz. Qeydiyyatdan keçəndə sizin Gmail adresinizə belə bir məktub gələcək bu formada. Buradan göy olan hissəni tıklayacaqsınız. Buranı tıklayandan sonra sizi növbəti 4bc.co saytına yönləndirəcək. Orada siz şifrənizi yazıb, yəni qeydiyyatınızı tamamlayacaqsınız. Belə əziz dostlar, sayta mən də axır öz səhifəmə daxil olmuşam. Siz çıxın, bir daha yenidən daxil olun. Burada login var. Login tıklayırıq, sayta daxil oluruq. Bura e-mail adresimizi, passwordumuzu yazırıq. Yəni ki, buraları heç deməyə ehtiyac yoxdur. Login. Burada necə qazanırıq? Burada gördüyünüz kimi Start Surfing website var, bir də Start Surfing YouTube var. Burada mən bugün bir reklama baxmışam. İstədim qalanlarını sizinlə bir yerdə baxım. Start Surfing'ə tıklayırıq. Gördüyünüz kimi vaxt gedir. 30 saniyənin tamamında bizim hesabımıza deyərlər bitcoinlər yatacaq. Bir də əziz olsa, bu saytın mən nəyə xoşuma gəlmir? Misal üçün, hər hansı bir yerə tıklayanda taşımışqa ilə. Gördüyünüz kimi dayanır. Yazılır ki, resume basın, yəni davam edin. Və yaxud da ki, hər hansı bir səhifəyə keçirəm. Bu səhifəyə keçən kimi artıq burada necə deyərlər, dayanır. Yenidən basmaq lazım. Yəni, bu saytın bir dənə xoşuma gəlməyən şey oldu ki, yəni mütləq oturub baxmalısan da, belə deyim sizə. Yəni, başqa heç şeylə məşğul olmamalısınız. Yalnız bu səhifəyə baxmalısınız. Deyiləm, tamam oldu. Burada göstərir ki, per coin seçin, indi sizdə hansını desə və növbəti sayta keçir. Mən daxil olum öz səhifəmə, öz səhifənizə daxil olsanız, dashboard yazılıb. Bura tıklayacaqsınız, daxil olacaqsınız öz səhifənizə. Gördüyünüz kimi artıq 81 oldu. Yəni ki, bəyək 78 idi, indi 81. Yəni 300 satoshi gəldi. Burada daha sonra Start Surfing YouTube var. Bilməm, bu olacaq, bu gün olmayacaq. Hər ehtimala qarşı baxım.
Yox, deyir, bu gün yoxdur bundan. Gün ərzində yəqin olacaq. Yəni eyni prosesdir. Yəni heç bir fərqli bir şey yoxdur. Burada veb-sayt tıklayanda ki bu vaxt getmir. Burada da YouTube-a ait bir dənə video olacaq, həmin video gedəcək. Yəni heç bir fərqli bir şey yoxdur. Dediyim kimi, yəni 30 saniyəyə, hər 30 saniyəyə oradasa 300 satoshi verməyə çox gözəldir. Yəni daxil olmuşkən bu reklama baxım, qurtarım. Daha sonra keçim pul çıxartmaq barədə danışım sizə. Aha, deyir Biker Coin seçin, seçdik. Belə, artıq bu gün kifayətləndi. Yəqin ki, bu gün artıq səhər-səhərdə, ona görə belə azdır. Yəqin ki, ortadan sonra yeni reklamlar olacaq. Dediyim kimi, baxın, dünən baxmışam. Burada gördüyünüz kimi. Bugün 3 dənəsinə baxmışam. Dünən də qeydiyyatdan keçdiyimə görə cəmi 25 reklama baxmışam. 25 reklama baxıb, haradasa 75 idi. 7500 satoshi də belə deyim. Hər 30 saniyə 300 satoshi olmaqla. Yəni həqiqətən çox pul satoshi verir bu sayt. Burada pul necə çıxardırıq? Pul çıxartmaq üçün burada yəni necə deyirlər, fikriniz qarışmasın bunlar ki, bu Etcoin nədir, yəni Bitcoin nədir və s. Yəni bunlar da Bitcoinlərdir. Biz əsas bu yuxarıdakı maraqlandırır. Pul çıxartmaq üçün Withdraw Bitcoin var. İndi kimsə Etcoin-dir, nədir ondan olsa və yaxud da ki, digər coinlər olsa çıxarda bilər. Mən əsasən sizə məsləhət görürəm Bitcoin-dən işləyəsiniz. Burada Withdraw Bitcoin var. Buranı tıklayırıq. Gördüyünüz kimi bizə adresimizi deyir. Adresimizi bura qeyd edirsiniz. Tutaq ki, qeyd elədik. Və göstərilən məbləği çıxardırsınız. Burada səhv eləmirəmsə çıxartmaq üçün 0,1 Bitcoin lazımdır. Hər halda bir dəfə də yoxlayaq. 84. Withdraw vururuq deyəndə. Gördüyünüz kimi yazıb ki, minimum çıxartmaq üçün 0,1 Bitcoin. Bu da hardasa eləyəcək $7.30 belə deyim. $7.30 olanda yəni çıxartmaq olur. Yəni 0, hal-hazırda ki mən necə deyirlər, birjalardakı rəqəmlərə görə deyirəm. Yəni 0,1 Bitcoin olanda çıxartmaq mümkündür. Belə əziz dostlar, yəni belə bir saytın mövzusu olduğu barədə istədim sizə xəbərdar edeyim. İstəyən olsa aşağıda qeydiyyat linkini yerləşdirmişəm. Həmin linkdən daxil olub qeydiyyatdan keçə bilər. Belə, yəni burada elə bir qəliz bir şey yoxdur. Məsələn, burada baxa bilərik, insanların çıxartdığı pullara baxa bilərik, kim nə qədər çıxardıb. Gördüyünüz kimi, bugün ayın 11-ci ay, 11-ci ayın. Bugün artıq 2 nəfər Biker Coin-ə çəkib. Bitcoin-ə dünən çəkiblər. 0,1 gördüyünüz kimi. Yenidən 0,1 çəkiblər. Yəni mən biraz araşdırma elədim. Gördüm ki, bu sayt həqiqətən necə deyərlər, pul ödəyir. Yəni boş-boşuna sayt deyil də, belə deyim. Alexa'da da yoxladım, digər necə deyərlər, analiz saytlarda da yoxladım, gördüm. Həqiqətən yəni göstəriciləri yaxşıdır. Yəni pul ödəyir. Belə əziz dostlar, dediyim kimi kanala abunə olmağı unutmayaq və qeydiyyat linkində və yaxud da qeyd elədim, aşağıda yerləşdirmişəm. Kim istəyir həmin qeydiyyat linkindən daxil olub keçər, kim də istəməz keçməz. Belə, CryptoCity haqqında da dedim, yəni ki, bu barədə heç mən inanmırdım ki, kimsə kommentariya yazacaq ki, yəni bir balaca insan gəlir düşünsə, ona aydın olar ki, söhbət nədən gedir. Yəni 500 satoshi hər 10 dəqiqə vermək, mən bu videoda da qeyd elədim ki, yəni həqiqətən çoxdur. Yəni bu az bir şey deyil. Təsəvvür edin ki, bu sayta 1-2 nəfər girmir, 10.000, 100.000 insan girir. Belə əziz dostlar, yəni ki, biraz nəsə yazanda biraz oturun, düşünün, biraz videoya diqqətlə baxın, nə demişəm, onları diqqətlə qulaq asın, daha sonra yazın, kommentariya verin. Ona görə çünki bəziləri suallar yazır, mən heç cavab yazmıram. Nəyə görə? Çünki dediyim şeyi istəmirəm, bir də təkrarlayayım. Belə əziz dostlar, yəqin ki, əgər kim istəsə bu oyunda qalmaq, burada bir nəsə ev alıb, necə deyərlər, öz biznesini qura bilər də, belə deyim. Yəni özünüz bilərsiniz. Bu arada mən heç nə demirəm. Kim istəyər alar, kim istəyər almaz. Bu artıq sizin öz şəxsi fikrinizdir. Belə 4BC saytın da linkini qeyd etdiyim kimi aşağıda yerləşdirmişəm. Belə başqa bu günə elə deyəcək bir sözüm yoxdur.
Belə əziz dostlar, videoya baxdığınız üçün bir daha hər kəsə təşəkkür edirəm. Çox sağ olun.